Əziz şagirdlər, 86-ya baxaq. Şəkildə alfa böyükdür 90 dərəcə. Əgər körbucaqdan söhbət gedirsə, körbucaq, yəni alfa böyükdür 90 dərəcə şərtində bu x tərəfinin ala biləcəyi mümkün qiymətlər hansılar olacaq? X kiçikdir. Hər, yəni iki tərəfin cəmi böyükdür kök altda kvadrat cəmi. Baxın, bu qaydanı yadınızdan çıxartmayın. İmtahana düşə bilərmi? Bəli də düşə bilər, niyə düşməsin? Yəni, bu qayda alfanın 90-dan böyük olduğu şərtə aid. Yəni, körbucaq üçün budur. Tətbiq etsək, kök altda 6-ın kvadratı plus 8-in kvadratı kiçikdir x, o da kiçikdir. İki tərəfin cəmi neçə eləyir? 14. Bu Pifaqor ədəd 6, 8, 10. Kök altda 10 kiçikdir x. Yəni, kök altda 100 kiçikdir x, o da kiçikdir 14. Bu eləyəcək 10 kiçikdir x, kiçikdir 14. X-in ala biləcəyi burada qiymətlər hansılardır? 11, 12, 13. Bizdən natural qiymətlərin cəmini soruşur. 11 plus 12 plus 13. Bu da eləyəcək 36. Cavab A variantı.